Dekabr ayının 15-i və 16-sında Azərbaycanın xüsusilə də Xəzər dənizinə yaxın şərq rayonlarında və Bakı-Abşeron-Sumqayıt ərazisində yağıntıların yenidən qısa müddətdə intensivləşməsi gözlənilir. Çünki Qara dənizdən, Aralıq dənizinin şərqindən və Xəzər dənizindən daşınan rütubətli hava axınları Azərbaycanın şərq rayonlarında, yəni Bakı-Abşeron-Sumqayıt ərazisində bir-birlərinin toqquşması fonunda Bakıda yağışın qısa müddətdə intensivləşməsi fonunda Bakıda yenidən bir sıra ərazilərdə su basma hadisələrinin təşkillanması gözlənilir. Bu sistemi təsirləri nəticəsində xüsusən də qeyri-sabit hava şəraiti olan saatlarda bir xeyli artım gözlənilir. Dekabr ayının artıq 16-sı axşama doğru və 17-sində yenidən Aralıq dənizinin şərqində intensiv və güclü xarakterli ekstratropik siklon sisteminin, rütubətli subtropik siklon sisteminin formalaşması üçün münbit sınaqlı şəraitin yaranması gözlənilir. Lakin Qara dəniz ərazisində Türkiyənin qərbində isə orada troposferdə atmosfer təzyiqində bir xeyli artım gözlənilir. Bu da o deməkdir ki, qərb külələri bir xeyli zəifləyəcək və cənubdan daxil olan rütubətli hava axınları artıq böyük sürətlə Qafqazın cənubuna doğru yaxınlaşır. Nəticədə Qafqazın cənubunda dekabr ayının xüsusən də artıq 15-i, 16-sı, 17-si və 18-sində hava şəraiti tez-tez yağıntılı keçəcək. Bakıda tez-tez leysan xarakterli yağışların intensivləşməsi gözlənilir. Nəticədə bu da o deməkdir ki, Bakıda su basma hadisələrində yenidən artım ehtimalı var. Avropanın iç yanı WF modelinin yenilənmiş məlumatların təhlillərinə əsasən artıq dekabr ayının 15-dən başlayaraq, xüsusən də 15 artıq günün birinci yarısından başlayaraq Xəzər dənizindən sinoptik şərait əlaqədar olaraq növbəti rütubətli hava axınlarının Qafqazın xüsusən də cənubundan Azərbaycanın şərq rayonlarına və Bakı-Abşeron-Sumqayıt arasına doğru daşınması fonunda dekabr ayının 15-i artıq səhər saatlarından başlayaraq Bakı-Abşeron-Sumqayıt arasında yenidən yağıntıların qısa müddətli intensivləşməsi ehtimalı var. Yəni arabir yağış yağması, yağışın dekabr ayının 15-də gün ərzində arabir lokal leysan xarakterli intensiv olması fonunda Bakının bəzi ərazilərində yenidən su basma hadisələrinin təşkillanması gözlənilir. Bu proses səbəb isə Xəzər dənizinin şimalında atmosfer təzyiqində azalma gözlənilir. Eyni zamanda Qara dənizin şərqində və Aralıq dənizinin şərqində, Kiçik Asiya ərazilərində orta troposferdə atmosfer təzyiqində yenidən azalma gözlənilir. Bu da Türkiyənin qərbindəki atmosfer təzyiqinin yüksəlməsi fonunda qərb küləklərinin bir xeyli zəifləməsi, lakin cənub siklonlarının yenidən intensivləşməsi fonunda Aralıq dənizindən daşınan rütubətli hava axınları ilə Xəzər dənizindən daşınan rütubətli sistem bir-birlərini toqquşacaq. Nəticədə Bakıda dekabr ayında artıq yenidən 15 gün ərzində arabir yağış yağması, yağıntıların leysan xarakterli intensiv və güclü olması gözlənilir. Bakıdan yenidən bir sıra ərazilərində su basma hadisələri gözlənilir. Çünki bundan əvvəlki yağıntılarda torpaq qatı artıq suya doyub və bu növbəti yağıntılar nəticəsində artıq kifayət qədər geniş bir ərazilərdə su basma hadisələrinin yenidən təşkillanması gözlənilir.